Salam sizə. Kamera quraşdırma servisi olaraq Gəncə şəhərində daha hansı seminarındayıq. İstədik məhsullarımızla sizi qısa tanışlıq edək. Bu model XR-ımız, hansı ki hər zaman deyilir, bunlar IP xətləri atılmış yerlərdə video balonla istifadə oluna bilən məhsullardan. Bu nə üçün lazımdır? Əgər kat 5, kat 6 şəbəkə kabeli atılıbsa və biz IP kamera ala bilmiriksə, maddi səbəbdən və yaxud digər səbəbdən, yaxud bizim köhnə model digital və yaxud da XPR qurğumuz varsa, video balon vasitəsilə bu xətlərimizi istifadə edə bilərik. Bu svizlərimizi görürsünüz, hansı ki müstəqil işləyən kamera modellərimizi görürsünüz. Micro SD kart dəstəkləyir, şəbəkə dəstəkləyir, adapterlə qoşula bilir. Poya dəstəyi var. Həmçinin yeni model kameralarımızı görürsünüz. O cümlədən PTZ, daha doğrusu PT kameramızı görürsünüz. Həm white işıq, yeni matritsa ilə. Eyni zamanda bunların hamısı micro SD kartı var. Müstəqil özü işləyə bilir. Yeni nəsil ekonom seriya rəqəmsal kameralarımızdır. Fərqli dizaynda, fərqli yerlər üçün. Biraz yüksəkdən danış. Həmçinin şəbəkə kameralarımızı görürsünüz. Yeni nəsil Poya ilə işləyir. Şəbəkə NVR-imizə qoşulmaq üçün və əsas 3 yeni nəsil Viscolor texnologiyası dəstəkləyən kameralarımız. Bunlar yeni tiplə təchiz olunub proqram təminatı ilə. Kənarında qırmızı xətt bu Viscolor texnologiyasını dəstəklədiyinin əlamətidir. Üstünlüyü nədir? Gecəni gündüz kimi çəkə bilir. Hətta qaranlıq ərazini səhər götürdüyü görüntü ilə çipi və proqramlar vasitəsilə gündüz kimi göstərə bilir. Eyni Süni zəka dəstəyi. Həmçinin süni zəka dəstəyi də var. Eyni modelimizin 2 matritsalı kameralı modeli. Nəzərinizə çatdırım ki, yuxarıdakı matritsa kameramız əvvəlki modellərdən fərqlənmirdi, hərəkətsiz idi. Ancaq bunda hərəkət funksiyası da mövcuddur. Həmçinin digəri də sağa, sola, yuxarı, aşağı hərəkət edə bilir. Və ən əsası, ən çox sorulan, müstəqil işləyən, elektrik enerjisi olmayan yerlər üçün günəş paneli ilə təchiz olunmuş Viscolor modelimiz gözlədiyimiz modellərdən idi. Artıq nəhayət gəldi. Nəzərdə çatdırım ki, bu batareyka ilə təchiz olunur. Günəşdən enerji yığır, gündüz vaxtı. Gecə vaxtı da bu yığılı enerji ilə bizə verilər xidmət göstərir. Həmçinin mobil dəstəyi var, 4 kesim kart dəstəyi var. Eyni zamanda bunda da yeni nəsillərdə olduğu kimi üstdəki kameramız aşağı-yuxarı hərəkət edir və bu ən əsası 2 matrisası var. Həm yaxını gündüz göstərmək üçün, həm uzaq göstərmək üçün, həmçinin də zoom funksiyası dəstəkləyir. O cümlədən də hərəkətlidir. Vaxtımız azdır, hələlik qısa icmal olaq. Bu qədər diqqət etsin. Çox sağ olun, hörmətlə kamera quraşdırması.